ədəbiyyatdan Əli Kərimin Qaytar ana borcu şeirini təhlilinə baxacaq. Deməli bu şeir ana-övlad münasibətlərinə həsr olunmuş bir şeirdir. Qeyd edeyim ki, şeirin ideyasına nəzər salanda biz görürük ki, ideya olaraq gənc nəslin xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olması götürülür əsas qayə. Yəni gənc nəsil xalqımıza aid olan, xas olan mənəvi dəyərlərə sadiq olmalıdır. Təbii ki, burada mən bayaq qeyd elədim, ana-övlad münasibətlərinə həsr olunmuş bir şeirdir. Yəni biz bunu şeirin mövzusu olaraq götürə bilərik. Məhz şeirin mövzusu. Çünki şeir burada ana-oğul münasibətidir, ana-övlad münasibətidir. Yəni biz bilirik ki, ədəbiyyatımızda anaya həsr olunmuş şeirlər var. Amma onlardan dil, üslub baxımından fərqlənir. Deyə bilərsiniz, niyə görə? Çünki sərbəst vəzində yazılıb, sərbəst üslub olaraq əsər yazılıb. Əsərdə təbii ki, anaya ehtiram motivi güclüdür. Baxmayaraq sərbəst vəzində yazılıb, yəni əsərdə anaya ehtiram motivi var. Qeyd edeyim ki, həyati müşahidələrə əsaslanan bir əsərdir. Gəlin təhlilə baxaq. Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd uğursuz günü ərinin öldüyünü bildirmədi heç ona. Fikir versinizsə, yəni ana evladını böyüdür, uğursuz günləri hətta ərinin öldüyünü deməli evladına bildirmir. Yəni fikir versinizsə, yəni ərinin öldüyünü evladına bildirmir. Kədəri dalğa-dalğa doldusa da ürəyə, lakin nə saç yolaraq verdi əsən küləyə, nə şivən etdi ana, ürəyində ağlayıb gülmə öyrətdi ona. Deməli, ana əzab çəkir, ana o çətinliyi görür, amma nə ana saçın yolur, nə şivən edir, yəni saçın yolur. Fikir verirsiniz, ürəyində ağlayır, ancaq evladına o ağlamağı bildirməyərək ona gülməyi öyrədir. Dözərək davanın da dərdinə, bəlasına, öz boğazından kəsib yedirdi balasına. Yəni o çətin dönəmdə müharibədə, davada belə o dərdinə, bəlasına, yəni dözür, dərdə, bəlaya dözür, öz boğazından kəsib balasına yedirir. Yəni yetər ki, balası xoşbəxt olsun. Bir oğul böyütdü ki, gürc satma qaş gensinə, bir oğul böyütdü ki, oğul deyirəm sənə. Fikir versiniz, ana artıq burada oğlunu, evladını böyüdür. Yəni görsəz, burada artıq təsvir edilir. Yəni oğul elə bir oğuldur ki, gürc satma qaş gensinə, oğul deyirəm sənə. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi. Artıq oğul məktəb bitirir, oğul instituta qızıl medalla girdi. Yəni ana evladını oxutmaq üçün əlindən gələni edir artıq. Çünki oğul məktəbə daxil olur, məktəbi bitirir, instituta daxil olur, qızıl medalla özdə. Ana fikirləşdi ki, gör neçə aya getdi. Ana yuxularında tez-tez Bakıya getdi. Bu fikirlərə diqqət edin, yəni ana həqiqətən də Bakıya getmir, yuxularında gedir. Yəni testə düşə bilər. Yuxularında tez-tez Bakıya getdi. Ana məktub yazdı ki, yanıltma gümanımı, pul nədir, pul deyirsən, göndərərəm canımı. Fikir verirsiniz, ana məktub yazır evladına, mənim gümanımı yanıltma, pul nədir, pul deyirsən, göndərərəm canımı. Nə zaman ki, oğlunun getdiyi 4 il oldu, məktublar kəsildi, gəlmədi, tətil oldu. Fikir verirsiniz, 4 il oğlundan məktub alır, özü məktub yazır. Amma bu 4 ildən sonra məktublar artıq getdikcə azalır və kəsilir məktublar. Gəlmədi deyə tətil oldu. Anana fikir aldı. Ananın əsli dizi ana müqəssir etdi. Kimləri müqəssir sayır? Günahkar sayır, tramvayı, dənizi. Fikir versiniz, oğlunu yenə də günahkar saymır ana. Yəni kimi qınayır? Tramvayı qınayır, dənizi qınayır. O yenə dözdü durdu, o yolmadı saçını, səslədi qonşuları Əsmər çiçək bazını. Yəni artıq o dərdini bir növ kimlərlə bölüşür? Öz qonşuları ilə Əsmər və çiçək bazını səsləyir.
Yenə də azalmadı ürəkdən bala dərdi. Onlar oğul vermədi. Onlar təsəlli verdi. Yəni yenə də azalmır. Onlarla söhbəti, yəni ananın o qonşularla Əsmər Səhbazı, yəni söhbəti o bala dərdini azaltmadı. Onlar oğul verməyəcək ki ona. Onlar sadəcə olaraq anaya təsəlli verirlər. Məktub dalınca axdı, Bakıya axdı. Ana da məktubların dalınca baxdı. Fikir versiniz, bax təkrirlərə baxın. Özü də buralar epiforadır. Yəni bilirsiniz də, təkrir əvvəldə işlənəndə olur anafora, sonda işlənəndə epifora. Baxdı. Məktublarsa Bakını dolandı, gəzdi, gəldi. Burada da təbii ki metafor var. Məktub Bakını dolanıb gəzə bilməz. Deməli metafor var. Bədii təsvir və ifadə cəhətdən yanaşanda biz burada metafor görürük. Yuxarıdakı misrada isə ana da deyir, məktubların dalınca baxdı. Burada da deməli təkrir var. Ümumi məzmuna baxanda belə bir deməli təhlil götürmək olar ki, ana bu məktublar gedir, ananın məktublarına cavab verilmir. Artıq fikir versinizsə, yəni deyir ki, ana da məktubların dalınca baxdı. Məktublarsa Bakını dolandı, gəzdi, gəldi. Məktublar əzik üzük, məktublar bezdi, gəldi. Yəni məktublar Bakıya gedir, əzik üzük olaraq artıq geri qayıdır. Yəni o ananın ki yazdığı məktublar ki var, oğluna çatmır. Yəni Bakını dolanır, amma oğula çatmır, gedib gəzib gəlir. Özü də necə gəlir? Əzik üzüksüz, məktublar bezdi, gəldi. Çünki cavab verilmir axı, gedir, dolanır, gəlir. Təbii ki burada da məktubun deməli bezməsi, bunlar hamısı metafordur. Ana yenə də baxdı, gah dolama yollara, gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü, gür çatmaqaş genisinə, ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Fikir versiniz. Burada artıq bədii sual var, çünki cavab yoxdur burada. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Ana bilsəydi əgər böyütməzdi oğlunu. Yox, bunu yandım dedim, yenə atmazdı onu. Deməli burada ana deyir bilsəydi əgər böyütməzdi oğlunu, bunu ana demir. Təbii ki, bunu müəllifin sözləridir. Deyir ana bilsəydi əgər böyütməzdi oğlunu. Fikir versiniz, sonraki misrada artıq peşman olur. Deyir yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, ürəyində ağlayıb, ana özü ağlayır, kədərlənir, çətin vəziyyət yaşayır, amma gülməyi öyrədir evladına. Oğul nədir etdiyin bəs bu haqq sayı üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün. Bunu da müəllif deyir. Nədir deyir etdiyin bəs bu haqq sayı üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün. Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin sözləri epitetdir. O sözü, o söhbəti, gülüşü anan verib. Ana dodaqlarından bala dodaqlarına, indi ondan gen gəzən oğul ayaqlarına yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, qaytarsan o yerişi yerindəcə qalarsan, qaytarsan o gülüşü hırıldamazsan daha, qaytar onları, qaytar, qoyma sabaha. Yəni fikir versiniz, burada müəllif çatdırmaq istəyir ki, sənə bu gülüşü, sənə bu yerişi, sənə bu gəzməyi, ayaqlarına sən bu deyirsən gen gəzən oğul ayaqlarına o yerişi anan verib. Sözləri anan verib, əgər onu qaytarsan lal olacaqsan, yerişi qaytarsan yerindəcə qalacaqsan, gülüşü qaytarsan hırıldaya, yəni gülə bilməyəcəksən. Qaytar deyir onları, qoyma sabaha. Sən ki dərd verdin oğul, sənə gülüş verənə oğul demərəm sənə. Deyirəm ki o boyu buxunu qaytar geri. Fikir vers deyir, sən dərd vermisən deyir, sənə gülüş verənə, yəni oğul demərəm deyir sənə. Sənə gülüş verənə deyir, sən necə dərd verə bilərsən? Deyirəm ki o boyu buxunu qaytar geri. Deyirəm ki varını yoxunu qaytar geri. Təzad var. Qaytar geri, qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri. Qaytar ana borcunu, o borc sənin özünsən, özünü qaytar geri. Bax, müəllifin bu sözlərində artıq son olaraq görürsünüz, yəni bütün bunları deyir qaytarmaq üçün sən elə özünü qaytarmalısan. O borc sənin özünsən, özünü qaytar geri ki,
bu borcu qaytara biləsən. Şeir, yenə də deyirəm, sərbəst vəzində yazılıb. Əsərin mövzusu ana-evlad münasibətinə əks olunmuş bir mövzudur. Ümumi götürəndə biz belə deyək, ana öz evladından ötürü canını oda yaxır. Fikir verirsiniz, o davanın o dərdinə, bəlasına dözür, özü ağlayır, özü kədərlənir, amma ana evladına gülüş örgədir. Deməli, bütün bunlar hamısını ümumiləşdirəndə belə bir atalar sözünü ifadə eləyə bilərik ki, ana bala ucundan canını oda yaxar. Başqa bir atalar sözü də burada işlədilməsi yerinə düşər. Oğul bədövlad olsa, dərd öldürər ananı. Fikir versə, həqiqətən də oğul bədövlad olur. Çünki ananın məktublarına cavab vermir. Halbuki elə bir anadır ki, evladı üçün hər şey eləyib. Öz ürəyində ağlayıb, amma gülməyi öyrədib evladına. Hətta ərinin öldüyünü demir ona. Hətta fikir verirsiniz, bu qədər dərdin qarşılığında ana yenə də evladına acımır. Yenə belə deyək, yenə onu dərdli bir dərd verdin mənə. Bu kimi deməli ifadələrlə qınamır. Amma kimi qınayır, kimi müqəssir sayır, tramvayı, dənizi, qonşuları Əsmərlə, Çiçək bacı ilə səsləşir, onlar danışır, amma onlar da sadəcə təsəlli verir, oğul vermirlər. Yəni ümumi götürəndə əsər ana-evlad münasibətlərinə həsr olunub. İdeyasını bir daha qeyd edirəm ki, gənc nəsil xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmalıdır. Bu da hansı mənəvi dəyərlərdir? Anaya sevgi, anaya sevgidirsə, yəni anaya olan sevgi bu ananın mövzu olaraq uzlaşanda ana-evlad münasibətlərinə həsr olunmuş mövzu olaraq buradan da ideyanı dediyim kimi götürə bilərik ki, gənc nəsil xalqımıza xas olan mənəvi dəyərlərə sadiq olmalıdır. Həqiqətən də o mənəvi dəyərlərdir ki, bunlar evladın anaya sevgisi. Biz bu Dədə Qorqudda məsələn var idi, ana-evlad görürsünüz Uruzun anasına olan sevgisi, orada ana haqqı, Tanrı haqqı məsələsi. Yəni bir çox əsərlərimizdə bizim ədəbiyyatımızda ana ilə bağlı Səməd Vurğunun Ananın Öyüdü əsərini göstərmək olar. Dədə Qorquddan deməli ana evlad sevgisi gəlir, ana müqəddəs sayılır, bilirsiniz. Bizim həmçinin deməli ana ilə bağlı elə Xaqani Şirvaninin özündə də ana, Cəfər Cabbarlının ana əsəri, hər birində biz anaya qarşı olan məhəbbəti görürük. Burada isə ana evlad münasibətidir mövzu və dil üslub cəhətdən də qeyd etdiyim bayaqki fərqlənir. Çünki bu sərbəst vəzində yazılmış bir əsərdir.